ən çox məktəblərdə uşaqların çoxluğu, bir sinifdə 30-40-a yaxın uşaqların olmağı, yəni siniflərin azlığı, məktəblərdə bir sinifdə bir şagirdə çatan vaxtın az olmağı, yəni istənilən halda məcbur qalır ki, valideyn evdə ya özü repetitor tutsun, artıq birinci sinifdən repetitor tutmağa məcbur qalsın və yaxud da ki, valideyn özü bütün işlərini atıb, öz uşağın tədrisi ilə evdə müəllim fəaliyyəti etməklə davam eləməlidir ki, məktəbdə bir uşağa düşən saat uyğun gəlmir. Bundan başqa növbələrlə bağlı məsələlərdir ki, məktəblərdə ikinci növbə, birinci növbə məsələləri, ikinci növbələr bəzən bütün insanların belə deyək, fəaliyyət planını pozur. Uşağın özünün də ikinci sinif şagirdi, düşün, 7-də evə gələcək. İkinci sinif şagirdi saat axşam 7-də, biraz da üzü qışa gedir, evə gələcək və bu halda uşaq hansı halda istirahət saat olacaq, hansı halda 7-də evə gələn uşaq dərsə hazırlaşacaq yorğun başla və növbəti gün səhər zaten hazırlaşma prosesi elə gəlir ki, səhər doğru uşaq yeməyini yeyir, müəyyən 1-2 saat vaxt qalır ki, geyimini, əynini hazırlayır, məktəbə yenidən yollanır. Bu prosesdə mən düşünürəm ki, bu məsələnin üstündə də bir düşünülməlidir. Həm sinifdə uşaqların çoxluğu, həm də uşaqların dərs növbələrinin düzgün qoyulmamağı müəyyən problemlərə gətirib çıxarır. Ən çox da 1-ci, 4-cü siniflər şagirdləri arasında. Çünki onlar yeni formalaşırlar. Onların tədrisdə, təhsildə dəstəyə ehtiyacı olan uşaqlardır. Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli 171 saylı qərarı var. Həmin 171 saylı qərarda göstərilir ki, ümumi təhsil məktəbində bir sinifdə bir şagirdə 2,5 kvadrat metr düşür. Zaman göstərirmi orada müəllimin ayıracağı zamanı, vaxtı? Yox, müəllim dərsə ayıracağı zaman yox, onu göstərmir. Və deyir ki, bir sinif formalaşdıranda tikilərkən 24 uşaq üçün nəzərdə tutulur. Yəni 24 uşaq maksimal həddi bir sinifdə olması üçün qanunvericilik böyütür. Bu yandan da Nazirlər Kabinetinin 22 iyun 2020-ci il tarixli 212 nömrəli qərarı var. Ümumi təhsil məktəblərində şagird sıxlığı normaları. Orada deyir ki, bir sinif 20 şagirddən müəyyən olunur. Bugün bizdə paralel sinifləri birləşdirirlər. Zaten bu 30-dan yuxarıdır. Artıq 40-45 siniflərdə çox sıxlıq olacaq. Təkcə Bakı şəhərində bu şagird sıxlığını aradan qaldırmaq üçün ən azı 200 məktəb lazımdır. Məktəb də var, amma məktəbin keyfiyyəti o qədər yüksək deyil. Bir valideyn öz yaşadığı yerin məktəbinə yox, bir az aralıda digər dövlət məktəbinə ona da hədd qoyublar. Orada da deyir ki, hər bir məktəb ilk növbədə öz yaşadığı ərazidə olan uşaqları qəbul etməlidir. İndi Bakının müəyyən yerləri var, deyək ki, Binə kimi, Ramana kimi, Maşdağa kimi, Hövsan kimi ki, yerlər var. Burada pik həddədir. 2 növbəli, hətta 3 növbəli. Məsələn, bizim Abşeron rayonunun İstər Xırdalan şəhərində olan yerləşən məktəblərimiz, istər Mehdiyabadda, istər Masazırda yerləşən məktəblərimizdə şagird sıxlığı pik həddədir. Təsəvvür edin, Xırdalan şəhər bir nömrəli məktəbdə 7500 şagird var. 7 məktəb bir məktəbdə yerləşir. Məktəblər 3 növbədə fəaliyyət göstərir. Axşam saat 8-9-da dərs qurtarır.